Allah Taala hər bir xeyri, nə xeyir varsa cəm eləsin bu izdivacda. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yeni evlənənlər üçün etdiyi duanı deyirəm. Bərakallahu lək və bəraka aleyk və cəməə beynəkümə fi xeyr. Allah mübarək eləsin bu izdivacı, bərəkət versin və sizi xeyir üzərində cəm eləsin. Elhamdülillah, məclisimiz zikr məclisidir. Fəzilətli bir vaxtdadır, cümənin son saatıdır, dua etmək lazımdır. Allah bərəkətli eləsin. Allah Taala ailə qurmayan qardaşlarımıza nəsib eləsin, gözəl şəkildə onların dünya və axirətinə, axirəti üçün, onlar üçün xeyirli olan, gözlərini aydınladan zövcələr nəsib eləsin, zürriyyət nəsib eləsin. Və Uca Allah Quran-ı Kərimdə Zariyat surəsində buyurur ki, وَذَكِّرْ فَإِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verər. Və sonra bu ayənin ardından ardınca buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Uca Allah bu ayədə, birinci ayədə bizə bildirir ki, xatırlatmaq, yada salmaq faydalıdır. Möminlər daim bir-birlərinə yada salmalı, bir-birlərinə xatırlatmalıdırlar. Nəyi? Uca Allahın dinini, Allahın buyurduqlarını və xatırlatmağa və həmçində yada salmağa ən layiq olan, ən önəmli olan nədir? Növbəti ayədə buyurur. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Ən önəmli xatırlatmalı olan məsələ də budur. İnsan daim xatırlamalıdır ki, həm özü xatırlamalıdır, həm də ətrafında olanlara, qardaşlara xatırlatmalıdır ki, Uca Allah bizi ona görə yaradıb ki, biz ona ibadət edək və ibadətdə onu təkləşdirək. Əsas məqsəd budur. İnsanın həyatında əsas məqsəd bu olmalıdır. Çünki şeytan insana bəzən unutdurur bu məqsədi, bu qayəni unutdurur insana. Dünya işləri ilə və s. övlad, insan daim xatırlatmağa, yada salmağa ehtiyacı var. İnsan bilməlidir ki, əsas məqsəd ibadətdir. Və insan öz dünya işlərini, hamısını buna uyğun qurmalıdır. Əsas məqsədi olmalıdır ibadət, sonra isə digər işlər. Həmçində ailə qurmaqda da əsas məqsəd Uca Allahın əmrlərinə itaət etməkdir. Evlənmək, ailə qurmaq İslam dinində tək bir adət deyil. Tək adət deyil. Bu həmçinin bir ibadətdir. Çünki Allah Taala bizə Quran-ı Kərimdə öz qullarına buyurur ki, evlənin, həmçinin evləndirin, subayları evləndirin. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə bildirmişdir ki, həm öz əməli ilə, həm də sözü ilə bildirmişdir ki, evlənmək Peyğəmbərlərin yoludur. Və ibadətlər çoxdur və insan əgər bu ibadətləri, Allahın buyurduğu ibadətlər, yəni fərz ibadətlər var, nafilə ibadətlər var və ibadətin də tərifi nədir? Bir çox təriflər vermişlər alimlər. İbn Teymiyyə rahiməhullahın verdiyi tərif belədir ki, ibadət Uca Allahın sevib, razı qaldığı əməllərdir. İstər bu əməllər əzalarla yerinə yetirən olsun, istər qəlbi əməllər olsun. Uca Allah nəyi sevirsə və nədən razıdırsa, o ibadətdir. Və ibadətlər iki cürdür. Allahın fərz buyurduğu ibadətlər var, nafilə ibadətlər var. Allahın ən çox sevdiyi əməl vacib ibadətlərdir. Yəni, qulun vacib ibadətləri yerinə yetirilməsidir. Və necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, əgər qul Allahın ona vacib buyurduqlarını yerinə yetirərsə və üstəlik nafilə ibadətləri də edərsə,
Uca Allah onu sevər. Və əgər sevərsə, onun görən gözü olar, eşidən qulağı olar, hərəkət edən əli olar və yeriyən ayağı olar. Nə deməkdir? Görən gözü olar. Yəni, insan yalnız Allahın razı qaldığı şeylərə baxar, gözünü yalnız buna sərf edər, zinadan, haram şeylərdən çəkindirər. Həmçinin qulağı ilə ancaq Allahın razı qaldığı səslərə və şeylərə qulaq asar, Qurana qulaq asar, moizələrə qulaq asar və s. Əli ilə yalnız Allahın razı qaldığı əməlləri edər və həmçində ayağı ilə yalnız Allahın razı qaldığı yerlərə gedər. Və Allah Teala bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala buyurur ki, mən o qulumu sevərəm. Və həmçinin onun, əgər məndən istəsə, duasını qəbul edərəm və əgər mənə sığınsa, ona sığınacaq verərəm. Və ən böyük ibadətlərdən biri də namazdır. Və bu gün istərdim qısa olaraq namaz barədə, namazın müminin həyatında rolu barədə qısa olaraq qeyd edim, zikr edim. Əlhəmdülillah, hamımız biz bunları bilirik. Sadəcə yenə əvvəldə qeyd elədiyim kimi xatırlatmaq babından, yəni qəbilindən mən bunu qeyd edirəm. Ümumiyyətlə, namaz, birinci bunu qeyd edim ki, ən əzəmətli ibadətdir. Namaz elə bir ibadətdir ki, bizdən əvvəlki ümmətlərə də buyurulub, bizə də buyurulub, bütün ümmətlərə buyurulan bir ibadətdir. Namaz insanın uca Allah qarşısında müti olmağını göstərir. Onun qarşısında zəlil olduğunu, onun qarşısında ona möhtac olduğunu göstərir. Və namazın əgər biz yerinə yetirilmə formasına baxsaq, yəni nə cür yerinə yetirilir, namaz qılarkən insan bədənində ən şərəfli olan bir yeri, yəni əzasını, yəni alnını, üzünü Allah üçün yerə qoyur. Yəni bundan daha müti, bundan daha belə deyək, zəlil bir hal yoxdur. İnsan namaz qılarkən Allahın qarşısında durur, sonra əyilir, rükû edir və sonra ən şərəfli olan alnını, üzünü Allah üçün yerə qoyur. Namaz elə bir ibadətdir ki, dinimizdə, yəni elə bir yeri var ki, fikir verin, namaz üçün gündə 5 dəfə azan verilir. Başqa bir ibadətdə bu yoxdur. Orucdur, zəkatdır, həcdir. Bu ibadətlər üçün çağırış yoxdur. Amma namaz üçün çağırış var. Və bu da namazın önəmli olduğunu göstərir. Və namaz üçün azan verilir. Və azan verilərkən də nə deyilir? Hayyə aləs-saləh, hayyə aləl-fələh. Namaza tələsin, namaza gəlin və ardınca nə deyirik? Fələh. Yəni, nicat tapmağa tələsin. Və həmçində qiyamət günü ilk soruşulan əməl namaz olacaq. Əgər namaz qaydasında olsa, digər əməllər də rahat olacaq. Və bu gün istərdim, azanda deyildiğimiz Hayyə aləs-saləh, hayyə aləl-fələh. Bax, bu hissəyə biraz daha çox diqqət edək. Ümumiyyətlə, fələh sözü, fələh, nicat sözü, necə ki, İmam Nəvəvi qeyd edir, deyir ki, dünya və axirətdə, axirət xeyirlərinə nail olmağı bildirən ən ümumi söz fələh sözüdür. Yəni, fələh, nicat tapmaq sözü, bizdə nicat tapmaq, uğur qazanmaq bu kimi tərcümə olunur. İmam Nəvəvi deyir ki, fələh nə deməkdir? Dünya və axirətdə fərq edir. Dünyada nicat tapmaq, axirətdə nicat tapmaq. Bütün xeyirlərə nail olmaq deməkdir. Və ona görə də azanda fikir verirsiniz, deyirik Hayyə aləs-saləh və ardınca Hayyə aləl-fələh. Nə deməkdir? Yəni, fələh, namaz bizi hara aparır? Fələh, nicat tapmağa. Namaz nicatdır. Namaz nicat tapmağın rəmzidir. Nicat tapmağa aparan bir yoldur, səbəbdir və ən böyük səbəbdir. Namaz
insanı uğurlardan məhrum etmir. Necə ki, bəziləri namaz qılmır, sual verirsən ki, nə üçün namaz qılmırsan? Deyir, karyeram, oxuyuram və s. Elə deyil, qardaş. Əksinə, namaz səni səbəb olacaq sənin o istədiklərini, dünya və axirət xeyirlərini əldə etməyə, nail olmağa. Namaz maniyə deyil, əksinə uğur üçün böyük bir səbəbdir, qapıdır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ Səbr etməklə və namaz qılmaqla Allahdan yardım diləyin. Allahdan yardım diləyin. Ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm necə ki, hədislərdə gəlir, bir çətinliyə düşəndə dərhal namaza tələsərdi, namaz qılardı və namazdan Allahdan dua edərdi. Ona görə də əgər dünyada sıxıntın varsa, namaz qıl və namazda dua et. Əgər problemlərin varsa, səhhətində problem varsa, namaz qıl və namazda dua elə. Necə ki, hədislərdə gəlir ki, gecə namazı afiyyət tapmağın, sağlamlığın böyük səbəblərindən biridir. Yəni, gecə namazının faydalarından biri budur. Nicat tapmaq namazın nəyidir? Nəticəsidir və bəhrəsidir. Ona görə də Uca Allah Quran-ı Kərimdə Müminun surəsində nicat tapmış möminləri vəsf edir. Qad əfləhəl müminun. Ayə belə surə belə başlayır. Həqiqətən möminlər nicat tapmışlar. Və sonra Uca Allah bildirir hansı möminlərdir onlar. Və onları vəsf edir. Və ilk ayə nə deyir? Əl-ləzīnəhum fi salatihim xaşi'un. O müttəqilər ki, onlar namazlarında mütidirlər. Yəni, xuşu ilə namaz qılarlar. Və sonra Allah Teala digər vəsfləri bildirir. O kəslər ki, onlar özlərini zinadan qoruyarlar, boş-boş şeylərdən üz çöndərərlər. Yəni, boş-boş danışıqlardan, mənasız şeylərdən üz döndərərlər. Özlərini zinadan qoruyarlar. Və sonra ayənin sonunda Allah Teala nə edir? Yəni, bu möminlərin, daha doğrusu, bu vəsflərin sonunda yenə namazla Allah Teala bitirir. Və bildirir ki, o kəslər ki, onlar öz namazlarını vaxtında riayət edərlər. Və bu da göstərir ki, namazın İslamda çox önəmli yeri var. Nicat tapmaq üçün çox önəmlidir. Və həmçində Bəqərə surəsində Allah Teala bir ilk ayələrində, yəni Quranın Fatihədən sonra gələn Bəqərə surəsində Allah Teala buyurur ki, Zəlikəl kitəbu lə raybə fi hudən lil muttəqin. Bu, içərisində heç bir şək şübhə olmayan kitabdır və möminlərə, müttəqilər üçün doğru yol göstərir. Və sonra Allah Teala nə buyurur? Buyurur ki, Əl-ləzīnə yu'minunə bil-ğaybi və yuqimunə s-salətə və mimmə razəqnəhum yunfiqun. Və bildirir ki, o müttəqilər ki, onlar qeybə inanar. Və qeyb də nədir? Görmədiyimiz Peyğəmbərlərin bizə gətirib çatdırdığı, lakin bizim onları görmədiyimiz, müşahidə etmədiyimiz. Ona görə də imanın əsli nədir? Qeybə iman. Qeybə iman gətirməkdir. Və qeyb deyəndə də nədir? Allaha iman. Uca Allahı biz görmürük, lakin Allahın nişanələrini görürük. Həmçinin mələklər, Allah Teala bizə bildirir ki, Peyğəmbərlər bizə bildirmişlər ki, mələklər var. Biz onları görmürük, lakin iman gətirmişik. Həmçinin Peyğəmbərin sallallahu aleyhi ve sellemin bizə bildirdiyi axirətlə əlaqəli, axirət, qəbr əzabı və s. ölümdən sonraki həyat. Biz bunları görməmişik, lakin inanırıq, iman gətirmişik. Və əsl də budur. Və sonra Allah Teala buyurur ki, həmin müttəqiləri vəsf edir. Deyir ki, Ulaikə alə hudən min Rabbihim və ulaikə humul muflihun. Məhz onlardır doğru yolda olan, Rəbləri tərəfindən gələn, Rəbbi tərəfindən gələn doğru yolda olan onlardır və həmçinin nicat tapanlar da məhz onlardır. Və ümumiyyətlə, qardaşlar, bu qədər çox uzatmaq istəmirəm. İstədim əsas bildirim ki, namazın çox önəmli yeri var. Namazlara diqqət etmək lazımdır. Və fərz namazlarına əlavə nafilə namazlara xüsusən diqqət etmək lazımdır.
Və Allahdan istəyirəm ki, Allah Taala bizi eşidib faydalanlardan etsin, Allah Taala bizi sabit etsin bu dində, Allah Taala ölkəmizi qorusun, Allah Taala digər müsəlman ölkələri də qorusun. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.